Cümədən qabaq 4 rükət qılınan sünnətin vaxtlı olmağı var bizə zəhmət olmasa. Gəlməyib Peyğəmbər sallallahu aleyhi və səlləmlə ki, cümədən qabaq o və onun səhabələri 4 rükət sünnət namaz qılıb. Əgər gəlsəydi şəriətdə olardı, hədis kitablarında, fiqh kitablarında, şəri kitablarda olardı. Baxaq görə hər şey gəlib. Peyğəmbər sallallahu aleyhi və səlləmin cümə gününə aid hər şey, salavat demək, dua eləmək, sədəqə vermək, Kəhf surəsi oxumaq, məscidə erkəndən gəlmək, aydındır, xutbə vaxtı danışmamaq, heç nə ilə məşğul olmamaq, məsciddə xalçanın ipi ilə belə məşğul olmaq olmaz. Hamısı gəlib. Amma görürsən ki, bu əməl yoxdur. Cümə namazına erkəndən gələn şəxs məscidi salamlama namazını qılır, oturur. Məscidi salamlama namazını qılır, oturur. Hətta xutbə vaxtı gəlsən belə, birdən xütbə gedən vaxtı gəlsən belə, yenə məscidi salamlama namazını qılırsan. Peyğəmbər sallallahu aleyhi və səlləm xütbə vaxtı gələn şəxsə özü xütbə verirdi. Görür bir nəfər girdi içəri, oturdu. Xütbəni kəsir, deyir, qalx, qısa ilə namaz qıl 2 rükət. Əgər o cümə namazının sünnəti olsaydı, deyərdi, cümə namazının sünnətin qıl. Məscidi salamlama namazı.